Bəli, biz hazırda Masallının Boradigah, Sirəbil və Sərçivar yollarının 6 kilometrliyindən keçən hissəsindəyik. Bu yollar 50 il bundan qabaq salınmış, vətəndaşlar tərəfindən yol vəziyyətinə gətirilmişdir. Gördüyünüz kimi artıq bu yolun indiyədək asfaltlanmaması, hazırda sözü gedən yol nəqliyyat vasitələrinin hərəkəti üçün demək olar ki, əlverişli deyil. Boradigah Qumbaşı yolu ilə Sərçivar dairəsinə çıxmaq üçün 11,3 kilometr məsafə qət etmək lazımdır. Vətəndaşlar bu yolu çətinliklə qət edirlər. Masallı şəhər istiqamətindən Hüseyn Hacılı dairəsinə çıxış isə 17,6 kilometr təşkil edir. Və sözü gedən ərazi isə 6 kilometrlik yoldur və burada ümumilikdə 35 buradan qeyd edim ki 35 məntəqə kənd var ki, buradan həmin kəndlərin, qəsəbələrin, məntəqələrin sakinləri istifadə edirlər. İpək yolunun çəkilişindən sonra, yəni yol salındıqdan sonra vətəndaşlar yolun daha asan olacağını düşünsələr də, amma 6 kilometr yol bu günə qədər asfaltlanmayıb ki, İpək yolundan daha rahat buradan istifadə edə bilsinlər, bu ərazidən keçə bilsinlər. Buradan qeyd edim ki, vətəndaşlar təkcə sakinlər deyil, eyni zamanda digər ərazilərdən gəlib keçmək istəyərkən yolun belə olduğundan, yəni bərbad, çınqıllı, daş, kəsəkli olduğundan xəbərsiz olurlar və müəyyən çətinliklər yaşayırlar. Sürücülər narazılıq edir, vətəndaşlar müxtəlif aidiyyatı qurumlara müraciət ediblər, istər şəhər, istər digər aidiyyatı qurumlara. Biz də aidiyyatı qurumlarla danışdıq, əlaqə yaratdıq və bəli, onlar qeyd etdilər ki, yolun tez bir zamanda investisiya ayrıldıqdan sonra təmir olunması nəzərdə, yenidən yolun salınması nəzərdə tutulub. Daha ətraflı mən sizlərə məlumatları çatdıracağam reportaj vasitəsilə. İndi isə sözü sizə studiyaya ötürürəm.